Yeni bir günden herkese salam. Səhər-səhərdir. Mən səhər yeməyi yemirəm. Bir dənə bunlardan da qalan bunlardır. Bundan yedim. İnciyə acılı pomidor yumurta. Belə bir dərman. Bunun içində balıq yağı da var. Belə bir dərman almışıq. İmtahanlar incini pis günə qoyubdu. Belə bir vitamin toplusu aldıq. İnciyə dəstək üçün. İştahdan kəsilib, uşaq stressdən pis günə düşübdü. Görək inşallah xeyir eləyər. Belə başladıq günümüzə. İnşallah gözəl keçər bu günümüzdə. Hər kəs üçün də xeyirli, gözəl bir gün olsun. Yeni bir videodan herkese salam. Bu sefer de dedim videom belə başladım. Gedirik 28'e. Azadlıq metrosundayım. Bacımla görüşməliyik. Nəhayət ki 2-3 aydır planlaşdırdığımız 28 görüşümüzü görüşə biləcəyik. Bacımı gözləyirəm, hələ gəlməyib. Yəqin ki, 1-3-4 dəqiqəyə çatar. Hər dəfə gələndə bu binaları çəkirəm, qoy yenə çəkim. Qış idi. Muncuq o pisi tərəfdədir. Gedək. O pislərdən al. Mən aldım. Mən bundan aldım. Hə, bu qəşəngdir. İçində ağlar da var deyə vapşı qəşəng görünür. Ama yetdim. Burada. Gəlin. İçində yəni bunlar. Topu da var. Tolşa da gedər. Yetdi bana. Bu da yetdidir. Taçlar. Almadığımız taclar. 49, 50. Bu ne? Neçədir? Bunun qiyməti yoxdur. Bunu gördüm. Allah gəlin tadı. Şeydə qabağıma 5 manata, 7-8 manata Temuda. Ücret çıxmaq istəyir, çıxırlar. Fikir verirsən, indi də bunlara keçdi. 84 manat. İndi də mod bunlara keçdi. Bu birisilərdən, ağlardan qoyurlar. Bu da qəşəng. Torpaq üstündəki Bu. Qəşəngdir. Bizim də maraqdır. Baxaq. Xırdamırdalara. Bax, belə paçka ilə bunlar var. Nələr deyildin? Paçkayla kaç deyil? 8 manatdır. Zəxruşa. Aldım, verdim onu. Qaş, belə qaş. Amma 8 manat bahadır. Bahadır. Temuda elə ucuzdur ki, o Temudan vurur. Qaşlar elə gözəl qaşlar. Bunlardan gözəldir. Siz nəyə düzəsiniz? Uşaqların paltarını. Bu, naprokat götürdüyünüz paltara. Yox, elə bir burada tikdirdi, ya üstünü düzəltməli. Əvvəl bura. Bunlardan da var ya. Bunlar nə idi? Paltar düzəldir axı. Onun işinə girişim. Bu, nə paltar? Baliklərə. Yaxşı deyir. Bizim işi də yaxşıdır, maraqlı işdir. Bir görə uşaq üçün olanlar xanım. Həmişə orada olurdu. Bacımla 28-də yerləşən Xırdamırda mağazasına getmişdik. Mənə əsas uşaq soskasının, uşaq əmziyinin arxasına düzəltmək üçün muncuqlar deyim də, muncuqlar lazım idi. Onun suvenirləri lazım idi. Keçən səfər Banunun yəqin ki görmüşdünüz, göstərmişdim. O vlogları izləyənlər bilir. Onun soskasının arxasının bəzəyini də yəni paltarın üstünə yapışdırmaq üçün qulpu olur. O qulpun üstündə də muncuqlar olur. Onu da düzəldəndə buradan alıb düzəltmişdim. Burada qəşəng adam yəni axtardığı hər şeyi tapır.
Həm ipləri var, həm muncuqları var. Hər şeydə bir sözlə bura girib də istədiyini tapmamaq mümkün deyil. Hər şey var demək olar ki, muncuğundan tutmuş iynəsi, sapı, nə bilim ağlınıza gələcək bu əl işləri ilə bağlı hər şeylər var. Yəni xonça düzəltmək üçün, çanta düzəltmək üçün, gül buketləri üçün, bir sözlə əl işləri, suvenirlər üçün demək olar ki, hər şey var. Ona görə girmişdik, girdik. Bir xanım olaraq özümüzü itirdik. Həmişəki kimi belə şeylərə girəndə bilirsiniz də yəqin ki, özünüzdən adam özünü itirir, bilmir nəyə baxsın. Bu nə yaxşı. Ay günə buna bax 50 qəpik. Bir manata aldığımız nitlər burada 50 qəpikdir. Hansı bir mata var? Bir bax, tortun üstü üçün bir manata götürmürük. Tomatdan düşür daha necə? Olar ki, yaxşı. Düşürdü nə? Nə idim sıra ha gün mənim tortum var idi. Öldür hər rəngindən var. Rentin. Mən aldığım tortları işte. Qəşəng Hətta birini görünür. qutardım. Hə, yox, mən elə qutarım. Qəşəng görünür. Həm dekora da ağırlıq vermir. Əsas tort. 70 qəpik daxil. O birisilər 50. Bu razmeri biraz o birisindən yoğundur. Fikir ver. Onlar biz işlətdiklərimizdən. Bu da iynələr olur. Belə sandırsan nə bura? Yaxa sancaqları mı? Belə Toplu paltar- iynə mi? Hə, paltar tikəndə belə arxası yox. Toplu iynə, hə, olur hə. Hə, mən şey də götürəsiyəm. Sosfanın len şeyini, ipini. İp. Xanımlar, mağazanın ümumi görünüşünü də sizin üçün çəkib paylaşacağım. Burada da uşaqlar üçün, əmziklər üçün olan qismi idi. Uşaq konfetləri üçün, yeni doğulan uşaqda paylama konfetlərin üzəri üçün bəzəklər, ya 40 günündə paylama üçün olan bəzəklər. Burada da mənim evlərimdən var, müxtəlif ölçülərdə. Mağazanın ümumi görünüşü də budur. Vağzal tərəfdən, dəmiryol vağzalı tərəfdən çıxanda vağzalın arxasından binanın altındadır. Bu xırda-mırda mağazası. Bir saatdır bunun üstündə oynayır. İp. İp o tərəfdə. Var idi ki, mən görmədim. Bunları yalan mı? Yox, pis yox, hə, götürdüm şəklinə, hə. Burada da var amma bunların deşikləri yoxdur. Başqa şeylərdir. Bunlar elə proşkaların üstünə yapışdırmaq üçün değişiksizdir. Xanımlar, ortada kiçik bir xatırlatma eləyim. Rəy yazıb videonu bəyənsəz sevinərəm. Mənə dəstək üçün bu çox vacibdir. Bəyənənlərə bərbaşdan təşəkkürlər. Çox sağ olun bəyəndiyiniz üçün. Tort verməyibsən hələ? Bilmirəm ki, sizdən ola bilər. 90 qəpik də çox bahadır da. 50 qəpik olsun. Əvvəl 70 idi. Heç burada ip yoxdur. Səndə? Hə, burada iplərimiz, amma bunlar nazikdirlər. Mənə biraz daha yoğunu lazımdır. Bax bunlardan. Muncuq cənnətidir. Ürəklər nə gözəldir. Biz bunlardan götürdük. Hə, 2 dənə sən götürdün. Sumka qutlarıdır bax. Hə, daha bunlar. Şey üst-üstə. Paçkası 1 manat. Paçkası 1 manat. 50 qəpikdir. Hə, dönəsə yerə bax. Buradan gəlib nəsə tapıb çıxmaq. Tapdıq da, yoxduq da. Normal. Mən də mavi rozvilərə baxırdım. Yumşaqdır. Elə bir onlar amortizasiya. Biraz. Bu ürəklərə bax. Amma gedək, все. Gedək. Geç.
Neçədir? Bunun bir dənəsi 7 manatdır, belə. Beləsi 7 manat. Bəs biraz azaldıb ala bilirikmi, yoxsa ki Dənə ilə belə var? götürə bilmirik. Belə bunu tut bax. Uy öyle. Ağ daha geçeceğiz. 7 manat. Uy. Amma bu neçə dənədir ki? 2, 4, Hələ 6, birini də qopardım. 7 dənə 1 manata gəlir. Deyib başladı. Hə, başı da düşüb hələ. Nə qəşəng görünür bura. Restoranların dizaynından daha yaxşıdır. Bu boyda istəmirəm. Gedək. Yemək. Ayz Bakudayıq, amma ki bəyəndiyimiz bir şey yoxdur. Maalesef. Də bilmirəm niyə ağlıma gəlməyibdi. O dediyim də qıraqdan gəldi. Ama burası pis. Şey olsaydı burası. Sən mənim Maraş dondurma sözün var idi. Harada ya? Nədir? Bu değil. Bunun şeyi. Bu birisi daha qəşəngdir. Birinci baxdım. Bu, bu qəşəng. Gəldik Ayz Bakuya. Gündəlik geyinmək üçün nəsə belə biraz yaxşı şeylər var. Amma ki, ancaq futbolkalar idi üstdən geyinmək üçün şəhərə. Belə bir bizim bəyəndiyimiz bir şey olmadı. Əslində var idi. Evdə işdə geyinmək üçün qəşəng şortiklər var idi, dəstlər var idi. Biz əsas şəhərə çıxanda geyinmək üçün baxırdıq. Elə də xoşumuza gələn olmadı. Gündəlik futbolkalar idi də. Dediyim kimi ev geyimləri yaxşı idi. Onu da Sədrəkdən götürmüşdük. Evdə geyinmək üçün yubka şortiklər. Onlara da baxmadıq. Keçdik Ekstra Brend'ə. Çatdıq. Ekstra Brend. Ekstra Brenddə dəhşət adam var idi. Heç nə seçib ala bilmədik. Adam çox idi. Geyinmə kabinləri də boş deyildi. 7-11, 7-0'lar yoxa çəkilir. Mən o markadan almıram. Mən qabağıma marketdə nə olur ona götürürüm. Hə, yaxşı. Hə, nə gəldi qoyuram mən. Alabulayam. Daraqlar da var. Nəyə baxın? Sprey qava. Daraqlar da var hətta. Bax. Hə, sən nədən ötürü istəyirsən? Balacası, hə. Tortun üzərinə boya püskürtmək üçün qablara baxırıq, amma istədiyimiz kimi yoxdur. Olanlar da çox böyük idi. Məndə spirt qabı var, onun ağzının püskürtməsi çox böyükdür. Yəni deşiyi böyükdür deyə istədiyim kimi püskürtmür. Burada baxdıq, amma istədiyimizi tapa bilmədik. Olanların da ölçüsü böyük idi, yəni tutumu böyük idi. Amma biz balacalarını istəyirik deyə axtardıq, tapa bilmədik. Düz gərək bir dənə mağazada baxdıq. Elə çox yerdə də baxmadıq. Yadımıza düşmədi. Katar gözləyir. Minək gedək. Qazağa daçdılar, xəbərin oldu. 36 dəqiqə Akstafadan Qazağa. Akstafa daha yaxındır bizə mahalə. Hə, Akstafa yaxındır. İpək yolla. Ayda 2 dənə pləstin baxdım. Qocalıbsan sən. Asan Kommunal şeyin içində idi elə bil axı. Hə, dəmir yolun. Dəmir yolunun içində. Gəldik borcları ödəməyə. Mənim də bu qablardan xoşum gəlir. Gəl, çıxaq. Biri 6 manat. Yuxarı çıxmalıyıq. Taşqa neçəyə ola bilər? 17 manat. Çayniklər qəşəkdir, amma balacadır. Mənim üçün yolda deyil. Səninki nə ondadır? O gün tozla vazmaqlarında dəyişik bir. Nə gözəldir qara. Nə istəyirsən? Boşluğun var biraz. 70 manat. Sənin zırıltın hansından idi? Məni öldürüb bundan. Mən sadəcə dedim o birisindən almadın. Bundandır? Heç olmasa məmnunsan. Çox qəşəngdir. Yəni az qalır adam özünü də çəkir. Hə. Amma çox gözəl.
Təzə olanı vapşı öhdəsinə gəlmək olur. Hə. Tutun isinə bax. Çok istiyor ilerlemiş. Hə, çaxır isi gəlir. Biz yenə əvvəlki tunelimizdə. Mən də neçə ildir mən tut yeyə bilmirəm ki. Aldım mənə desətlər aldım. Hə, yekə-yekədirlər. Aldım. Çox gözəl tutdu. Qaldı qəşəng. Alınan tutun dadı olmur ki. Onun ki gedib ağacdan nə oldu? Saxladım az. Onun ki gedib ağacdan belə təzə-təzə yemədin. Özün yığmadın. Onun nə dadı? İşte Ömer topluyor. Onu almıştım, o da yemədi, tutardı. Bizdə heç kim xoşlamışmır. İnci yemir. Vaqifdən xəbərim yoxdur, bəlkə yeyə bilər. İncinin paltarını tikdirməyə gedəndə orada var idi, mənim evin qapısının ağzında. Oradan yedim. Ay mama deyir, uşaqsan mı? Deyirəm, az tut yeyirəm. Nə uşağı. Qəşəng idi. Bacımla yenə məkanımızdayıq. 28-də. 28-də yaxşı bildiyimiz restoran yoxdur, belə deyim də. Ona görə hər səfərində gəlirik bura. Bildiyiniz yaxşı belə kababı, böyründə məzələri olan məkan varsa, məsləhət görə bilsəz, yaxşı olar yorumlarda yazsaz. Çünki hər səfərində oradan buraya gəlirik ki, gələk burada yeməyimizi yeyək. Məzələr azalıbdır, balacalaşıb. Əvvəl çox gəlirdi, indi azalıb. Elə? Əvvəl məzələr çox idi, indi azalıbdır. Fikir ver, əməlli azalıblar. Əvvəl qısa idi ki, nə bilim, çox acmışıq, yeməklər gözləyə bilmədik, vegetarian takılır. Bacım vegetariandır, ətləri mən yiyirəm, salat da. Neyse, nuş olsun. Bu səfər adam çox idi deyəsən, ona görə kabablar tam bişməmişdi, çiğ idi. Elə də xoşumuza gəlmədi. Çayları, ikramları gözəl idi. Şirniyyat da dadlı idi. Biraz da qiymətlər qalxıbdı əvvəlkinə nisbətən. Bəlkə suvenir. Diş çöpü. Bacımın kartında 24 manat bonus var. Güya gəlmişik, nəsə götürək. O da belə baxırıq ki, ona diş çöpü ya da ki, çərəz düşər, semiskadan zaddan. Dəsmalın biri 135 manatdır. Nə? Onu da pul verməyə adamın hayfı gəlir. 12 manatdır. Bunlar neçədir? Ha, bunlardan da almalılar. Biri 9 manatdır. Qəşəng olsun. Onu da aldım, bir dənə uşaq vurdu, sardı. Bu ne istəyirdi? Suvenir 34 manat. Bu nə içindir? Bu şeydir da. Kosmetika qoyma. Yox. Üstünə bax, şotkudur. Hə. Xalatlara bax. Acayip suvenirlər var. Heç nə görək nəsə, görək semiskadan zaddan satılır sala. 156 manat. Amma qəşəngdirlər, materiallar qəşəngdir. Şamalı mı? Hə, qəşəngdir, çox qəşəngdir. Belə adamın sinirlərini yatışdırıcı bir şeydir. Boya, bu köhnə ilənir. O köhnə ilənir. Böyle ilənir. Belə bir şey ilənmir. Şirin. Nə? 20 manatdır. Hə, şort koftaydı. Nədir? Burada nədir? Şalvar. 30 manata görmüşdük də. Qəşəng idi. Görən oranın materialıyla buranın materialının fərqi varmı? Niyə özümüzə paltar tapa bilmirik? Niyə? Geyinir.
keyf buyuranda geyinir. İnci də geyinmədi, indi şeyə geyinir Pürəmoy. O ağ demirəm, o atlas almışam. Gərək onu mən şey yaparım. Bəlkə bir dənə bundan alam. Hara? Şu gedək oradan alalım ya. Hardan? Bir dəfə də ora çıxıb zəhranı götürüm. Hara? Sən də incini götürərsən. Hara? O birisi zəhqab almağa getmişdi. Yer, oranın adı nə idi? Elmlər? Yox. Əcəmi. Cəmi, hə. Ha, bax, şeylə gedək bir dəfə. Hə, yan desən indi buradan almayasan, gedək ora. Orada qəşəng zəhqablar olur. Ora hə, vəbşə sentrdir də. Amma burasının şey olmasa qəşəng olardı. Orada çox qəşəng zəhqablar olur. Razmer də olur. Biraz da mənimkinə oxşuyur intihası, mənimki ayağımı sıxır. Sənki balaca görsəndə. Özümə bir dənə belə şalvar aldım. Yəni əslində almaq fikrim var idi, amma ki belə bəyənib xoşumuza gələn bir şeylər olmadı. Belə bir şalvardı yay üçün. Rəngi nə ağdır, nə krem rəngdir, belə ortası qəşəng sərin şalvardı, yay üçündür. Cibləri də var, arxasında ciblər yoxdur. Arxasında ciblər olsa daha yaxşı olardı. Onda daha belə qalın görünür. Belə deyim də alt paltarı çox bilindirmir. Həm önündə, həm arxasında ciblər olanda. Bunun arxasında yoxdur, amma ki önündə cibləri var. Qaldı bunun üstünün bir dənə köynəyi. Qəşəngdir, xoşuma gəldi. Tək ala bilmirəm, bacım sağ olsun, yanımdaydı deyə geyindim. O da bəyəndi, dedi qəşəng durdu. Götürdüm bir dənə, bunu götürdük. Bir də ki başqa aldıqlarımız olmuşdu. Hələ çıxartmamışam. Gəldim, sırğaları da çıxartdım, atdım elə bura. Hüfzələm çatmadı. Bu da oradan aldıqlarımız 28-dən. Belə maskaları götürdük. Gün aşırı üzümüzə qoymaq üçün. Bir dənə xiyarlı, çiçəkli. Niyə yaxşı göstərmir? Biraz da kamera ilə çəkim, bəlkə belə yaxşı göstərər. Belə kollagenli bir dənə. Yenə kollagen, ilbizli. Bu ilbizə görə götürdüm. Normalda ilbizi görəndə adam ilgənir, amma belə götürdüm. Çünki onun üz üçün xeyirli olduğunu bilirəm. Bir dənə də belə ballı. Bunların da biri 60 qəpik idi. 2 səfər lavantadan alanda qızlarla bunları mən alanda elə eyni şeylərdir. Bunları 60 qəpiyə almışdıq. Biri bu qalıb, biri bu qalıb. Bunlar 50 qəpik idi bu. İndirim yazıb 50 qəpiyə qoymuşdular. 28-də bu kosmetika mağazaları var, yan-yana bir sürü vağzalın kənarındakı. Oradan bunları belə 60 qəpiyə aldıq. 5 dənə maska 3 manat tutdu. 10 qəpik fərq eləmir onsuzdan. Belə qəşəng aldıq. Gün aşırı bir dənə qoymaq fikrimiz var. Bacıma söz olmasın da, bizim bu yaşımızdır. Bizə qulluq lazımdır. Yoxsa dəri quruyur, qırışdanır. Bir dənə də Vaqif üçün daraq götürdüm. Gedib gəlib mənim darağımla darıyır. Sonra da təsadüfən üstündə də saç olanda deyir, bu nədir, bu nə saç? Deyirəm, valla mənim darağımla darıysan da istər-istəməz yaddan çıxanda çıxır təmizləmək. Belə bir daraq aldım. Öz daraqlı olsun mənim darağıma. Daha ehtiyac duymasın. Əslində vardı darağı. Dədə-baba daraqlardandır. Amma bir də görürsünüz gəlir mənimkindən də darıyır. Həm də ki burada güzgü var deyə. Olmaz, bunu da öz yerimə qoyaram bura. Ancaq Vaqif işlədər atasından. Elə bura qoyum, deyim ki, bunu da siz istədim. Belə xanımlar, başqa bir şey almadıq. Elə aldıqlarımız bunlar oldu. Bu da mənim eynəyim. Hələlik bugünlük məndən bu qədər olsun. Siz indi baxacaqsınız 2 dənə video arxa-arxaya. Vajimla biri sədərək videosu, bir də onun arxasınca bu gələcək. Amma əslində aralarında hardasa bir həftəyə yaxın vaxt var. Çünki sədərək videosunu yükləmədim. Saxladım onu. Ondan sonra başqa bir vlog çəkdim, onu yüklədim. O da Nəzrinin ad gününə görə o vlogu yükləmədim ki, söz vermişəm, bəs ad günü gecikəcək. Ona görə o vlogu saxladım, sədərək vlogunu.
Onun arxasınca başqa vlog çəkdim. Onu yüklədim. İndi buna görə bunlar arxa-arxaya gəlir, amma əslində arada bir həftə fərq var. Hələlik bu günlük məndən bu qədər olsun. İnşallah sevərək izlədiyiniz bir vlog oldu. Hələlik sağ olun, sağlıqla qalın. Videonu bəyənməyi unutmayın. Allaha əmanət olun. Öpürəm hər birinizi. Bunun içi boş qalıb, bura doldurmuşam deyə suvenirləri. Hələlik.